kitab yaya qədər oxumuşdum. İndi hal-hazırda 1100-ə çatdırmaq üzrəyəm. Nəinki kitab oxumaq, siz artıq kitablar yazırsınız belə. Mənim əlimdə Sən bir möcüzəsən kitabı və Qaranlıq tuneldən görünən işıq kitablarını görürük. Bu kitabları mən kitab kolleksiyama əlavə eləyəcəm. Zəhmət olmazsa aldım, qəbul elədim. Gözəl-gözəl şəfa olsun hər birimizə. Sevə-sevə oxuyacağım, sevə-sevə faydalanacağım bilik bacarıqlarının sayəsində və şəfalanacağım, necə deyərlər. Sizdə mənim çox sevdiyim nüanslardan ilk sıralarda olan bir məqam bundan ibarətdir ki, siz hər şeyi müəyyən arqumentlərə istinad gətirərək və elmi əsaslarla izah edirsiniz. Yəni, digər, belə deyək də, bu sahədə çalışan və yaxud da bu sahəyə maraq göstərən insanlar kimi sizin dediklərinizi əzbərləyən insanlar kimi deyil də, izah edə bildim nələr demək istədiyimi. Siz müəyyən tərəfdən dini nöqteyi nəzərdən, elmi nöqteyi nəzərdən, fəlsəfi nöqteyi nəzərdən, materializm nöqteyi nəzərdən mövzulara o qədər gözəl arqumentlərə əsas gətirərək istinad edirsiniz ki, və mən düşünürəm ki, bütün o sözlərin qarşısında hər birimiz tam susqun şəkildə dinləyirik, çünki həqiqətən bu insan bir möcüzədir. Qısa fasiləmizə